Herkese salam kızlar. Bugün səhərimi deməli saç kəsimindən başlamışam saat 10'dan. Gedib saçımı kəsdirməliydim. Getdim özümü çatdırdım. Beləcə kəsdim. Çox qısa kəsdim. Düzdür, bu birinci dəfədir. Mən heç vaxt kəsən kimi birinci dəfə eləməkə xoşlamıram. Ukladkanı xoşlayıram, daha çox xoşlayıram. Bir dəfə başımı yuyum, özüm ukladka eləyəndə daha mənə xoşuma gəlir. Amma belə bir qısa saç kəsimi elədim. Çoxdan da kəsmirdim və bir də fikirləşdim ki, biraz dəyişiklik olsun. İndi isə istəyirəm 1 saat yenə timer qoyum, evləri yığışdırım, çünki birazdan yenə getməliyəm işə. İşə getməm istəyirəm, bir əl gəzdim evlərdən, evlər təmiz olsun. Çünki mən bir də gələcəm gec saat 7 üçün və 4-dən başlayır dərslərim və 7-də gələcəm. 7-də gələndə istəyirəm bura təmiz olsun. Beləliklə qızlar saat 1-dir. Rovno 1 saatımız var. 2-yəcən burada iş görməliyik. Evlər isə həmişəki kimidir. Bugün mətbəxdən başlayacağım. Stolun üstü də belə. Mən saçımı kəsib gələndən sonra deməli biraz öz işimlə bağlı işlərlə məşğul oldum. 1 saatda ona vaxt ayırmışdım. İndi istəyirəm 1 saat buna vaxt ayırım. Saat 3-əcən vaxtım var və 1 saatda bəlkə də yenə də öz işimlə bağlı məsələlərə baxacağım. Və gəlin birlikdə başlayaq. Mən isə bunlardan başlamaq istəyirəm. Bunların yeməkləri bitən kimi bunlar mütləq burada dayanmalıdırlar. İnanırsınız, yeməkləri olan bir tərəfə heç o qədər gəlmir, amma yemək bitən kimi mütləq və mütləq buralarda dayanırlar ki, biz keçən kimi yemək. Bunlar hiss ediblər ki, mən bunlara belə yem də vermək istəyirəm. Buradan yetirlər. Рыж, ты что, не хочешь? Əvvəl qoymaq istəyirəm yeməyi, çünki mən buraları yığışdıramadım. Yemək də hazır olsun. Oraya dazdatsa buzluğa qoyduğum toyuq əti. Bunlar görürsünüz, bir-birinə yapışıb, amma belə də qoysam bişəcək, heç olmayacaq. Biraz da yağ əlavə eləyəcəm. Qabları yuqdardım. İndi istəyirəm ki, bu qabları buradan silim götürüm. Buranı tərtəmiz yığışdırım. Bunu qoyacağım. Bu rakavenin üstündə həmişə bu çaşka olur. Bu çaşkanın qulpu sınıb, amma bunu saxlamışam ki, çaşka özü qəşəngdir. Sadəcə olaraq qulpu sınıb. Bunu saxlamışam ki, mənim boz pişiyim xoşlayıb gəlib buradan təmiz su içsin və hər həmən qabı yanında bu suyu tullayıram, bir də doldururam. İndi onda da mestasından yuyuram ki, tərtəmiz olsun. Hərdən ləkələri olur üstündə. Qabdan, çaydan. Ona görə buranı belə bitirdim. Qablarla bitirdim. İndi istəyirəm rakavinanı da mestasından yuyum qəşəng. İndi istəyirəm buranı yığışdırım, bura qaldı. Bir də bu vıçışkaların istəyirəm setkalarını çıxardım, onları da sileyim. Və qızlar görürsünüz, biraz bunlar saralıb, bunları istəyirəm yuyum. Bu da belə. Bunları çalışıram ki, bu həsnan yuyum. Çox təmiz-təmizdir. Bir damcıq üstünə biraz bırak.
içinde az kaldı. Bir de kızlar bunu isterim silin. İçi çok pis olup. İçi çok pis olup isterim bunu da silin. Bunu da bu Faberlic'in kokma temizleyiciyle silirəm. Çok güzel köməkdir bu. Artıq oğlum da məktəbdən gəlib və birlikdə bir kofe içib, dediyim kimi gedib işlərimi görəcəm. Demək istəyirəm ki, qızlar, fikirləşirsiniz ki, bir saatda nə eləmək olar ki, bu nə çox az işdir, bəs o biri otaqlar, o biri yerlər. Amma mən sizə deyim ki, mən ümumiyyətlə xoşlayıram planla iş görüm və əgər bugün özümə bir plan qurmuşamsa, o işi mütləq eləyim və bir saat qurub iş görəndə mən başa düşürəm ki, mən nəsə etmişəm və az belə görünsə də bu çox işdir. Saat qurmayıb eləyəndə nəyəsə pastayanla fikriniz dağılır, başqa şeylərə qaçırsınız, yenə də nəsə qalır və vaxt uzanır. Amma saatı qurub başlayanda eləmək bilirsən ki, fikrində tutursan ki, bu saat qurtarmamış, mən də işlərimi bitirməliyəm. Ona görə bu çox belə sistematik bir iş olur. Ona görə daha keyfiyyətli olur mən sizə deyim və axırıncı vaxtlar bir həftədir mən ancaq belə işləyirəm və bütün işlərimdə sizə deyim ki, daha yaxşı gedir, daha irəli. Instagramda bir kofe qurmanına abunə olmuşam və orada gördüm ki, südü belə köpükləndirir və kofenin üzərinə tökür. Mən sizə inandırım ki, əsl gedib kofeynidə içdiyiniz kofe dadı verir və axırıncı vaxtlar ancaq belə hazırlayıram kofeni. Burada isə artıq axşamdır qızlar və mən keçən dəfə biraz göyərti almışdım, biraz da kəsimi almışdım ki, lavaş arasında bükmələr eləyim və indi də istəyirəm onu eləyim, çünki qorxuram ki, göyərti ilə kəsimi xarab ola bilər, ona görə eləyib buzluğa qoymaq istəyirəm. Həmişəki kimi balaca köməkçim öz balaca əllərinlə mənim yanımdadır. Bura bir yumurta da əlavə edirəm, duz istiot zövqə görə və hamısını yaxşı-yaxşı qarışdırıram və lavaşın içinə yığıram. Və qızlar, unutdum sizə deyim ki, bu dəfə fərqli olaraq biraz bura Holland pendiri də rəndələyib tökdüm ki, kəsəndə bu lavaşı yeyəndə biraz dartınsın. Bu lavaşları bükə-bükə Aykadan birlikdə çəkdiyimiz Aykanın vloquna baxıram bu arada. Məncə çox gözəl alınmışdı vlog və çəkdiyimiz videolar da çox gözəl alınıb. Tezliklə mənim Instagramımda olacaq, logopedik dərslərimə aid Instagramımda. Əslində bu lavaşları yağda da bişirmək olur, daha dadlı olar. Amma mən özüm üçün belə bir grill mi deyim, toster mi deyim, burada elədim. Bunu isə qoydum belə qabağa qalanları və beləcə də qoyacağım buzluğa, buzlansın. Qalmışdım, amma biri qaldı. Birindən isə elədim belə. Qoyacağım buzluğa. Lazım olanda çıxardıb qızartmaq və yemək. Mən özüm üçün yağsız olsun deyənə deməli bunun içində elədim. Yağsız olsun deyənə kalori az olacaq və bunun içində elədim. 4 dənə belə balacasını yedim və mənim axşam yeməyim oldu bu. Bu isə bura niyə çıxıb bilmirəm. Qızlar, indi saat gördüyünüz kimi Emili bağçaya qoyub bir saat dərsimi keçib, mən şəhərə yollandım. Xətayıya, oradakı Belaruski mağazinə baş çəkdim biraz. Oradan bəzi şeylər aldım qızlar və gəlib evdə sizə hamısını bir-bir göstərəcəyim. Hava çox qəşəngdir bugün. Mən də çıxdım, biraz güllərimə baxım, yenə baxın necədir. Hələ açıb qutarmaq, açanda çox gözəl olur. İstəyirəm sizə də göstəreyim. Bu isə həmişə gül açıb, bütün qışı gül açıb bu. Beləliklə hava çox gözəldir qızlar. Mən isə işə gedəcəm, indi hazırlaşıram. Emili bağçaya verim, özüm də işə gedim.
Biz isə qızlar indi bağçaya gedirik Emillə. Bağçamız evimizə yaxın yerləşir. Başlayın. Başlayın. Побежали. İndi isə qızlar gedirəm evə. Evə çatanda yenə də davam edəcəm çəkməyi. Gəldim evə qızlar və istəyirəm göstərim sizə Belaruski ticarət mərkəzindən nə almışam. Sənin üçün heç nə almamışam. Cappuccino. Bu klasik cappuccinodur. Amma mən yenə birini almışam. İndi tapanda göstərərəm sizə. Deməli yenə nə almışam? Pastila. Qiymətlər görsünüz üstündədir. Sonra belə şokolad Spartak. Çox dadlı olur bu şokoladlar. Bu 4 manat. 4 manat neçəyəsə idi. Tam 4 manat deyil. Deməli nə aldım? Bal aldım. 454 qram. Bunun qiyməti 10 manat idi qızlar. Belə konfetlər aldım. Alyonka. 2 dənə almışam. Birini indi birazdan gedəcəm rəfiqəmgilə. Axşamdır, işdən sonra ora aparacağım. Belə alma pörəsi aldım. Gördüyünüz kimi bu deməli konservanti yoxdur güyəmiş. Bir də şəkər yoxdur. Bunu elə belə aldım. Ağız dadını dəyişmək üçün belə deyim uşaqlar üçün. Bu karamelli cappuccinodur. Görürsünüz burada karamel yazılıb. 100 qramda çox azdır sadəcə olaraq burada. Bundan böyükləri yoxdur və cappuccino 2 manatdır. Bu da ət məhsulları aldım. Deməli 10 manat 28 qəpiyədir. Bu veçinadır. Bu da veçinadır. 2 dənə belə pepperoni kalbası almışam. 2 dənə palka almışam bundan. Bu ən xoşum gələn Belarusdan belə bir tvarıq almışam. Burada 400 qramdır, 9%. 4 manat, 4 manat, neçəsə qəpiydi o da. Deməli belə молочный sosiskalar almışam burada. 11 manat 75 qəpik. Başqa 1 kilodur da. Burada 925 qramdır gördüyünüz kimi. Sonra qızım yaşıl çay içir pastayanlı. Fikirləşdim ki, bundan alın bir dənə. Yaşıl çay, melisa, deməli nanə, bir də apelsin qabığı. Baxaq görək necədir. Bunun dadı özüm də yoxlayacağım. Sonra belə afsiyanka aldım. Buradan Herkules. Amma burada yazılıb ki 15 dəqiqə. Nəsə əvvəlki axırıncı vaxtlar tapmıram. Əvvəlki çox qaynadılan. Amma bunlar biraz qalın görünür. İndi baxarıq buna necədir. Bunu iminə kaş üçün alıram belə gec qaynayanları. Bu yenə də veçinadır. Deməli bunu qızlar birinci dəfə belə şey almışam. Bu jeledir. Amma iz молочной сыворотки. Sıvırıqla bilmirəm Azərbaycan dilində. Maya da maya. Süd mayasından edilən jeledir şeylə. Bu çiyələkdir. Biri də var idi mango idi desəm. Mən çiyələk seçdim. Bir dənə aldım ki dadına baxaq. Birdən xoşumuza gəlməz. Gəlsə yenə almaq olar həmişə. Bu da dediyim kimi ikinci pepperoni. Bu kalbasaların biri 7 manat 20 qəpik. Bu isə 7 manat. Bunu biraz fərqlənir. Belə 7 manat deyiyorlar. Все qızlar və bunlara hamısına inanmazsınız. Amma 97 manat 80 qəpik pul ödedim bunlara. Belə baxanda o qədər şey hiç almamışam. Amma yenə də. Açdım qızlar. Açan kimi iyisi gəlir. İndi açın baxın. Bu yaşıl çaydır da o qədər rəng olmayacaq. Belə paketlərdədir kağız. Gəlin bunu da baxaq. Necə bir şeydir. Baxın. Jüli. Kızlar adi jele de elə bir ki götürüb jelatin alıp özünüz eləsəz biraz nəsə meyvə qatsaz eyni bu da olacaq. Dadlıdır ama adi jele.
Gəlin bunu da açaq. Əvvəllər balaca vaxtı çox xoşuma gəlirdi. Görək. Uy. Bu da elə iminlə ot görəcəkdir mən deyəm. Amma bunda deməli saxar yoxdur. Şəkər yoxdur. Başda şəkərsiz. Qorxmayın ki, burada həm almadır, həm də şəftalıdır. Bəli qızlar, bu əsl uşaqlıq dadıdır. Çox dadlı. Şokoladı da açaq qızlar. Bu şokolad çox dadlıdır. Rusiyada olanda belə bu şokoladdan alırdıq. İçində apelsinkanı. Çox dadlı olurdu. Bəlkə firması Spartak Feyzi onu deyə bilmərəm. Ozera idi. Aha, Ozera idi. Burası çatılır. Amma burada da var belə şokolad. Amma dadı məncə eynidir. Yox, o birisində dilimlər daha çox bilinirdi. Bunu da baxıram ki, o kadar yoxdur. Aha, var. Baxın, dadına deyəcəm dəqiq. Qızlar, o birisi şokoladda Rusiyski, bu Belaruski idi. Apelsin daha çox hiss olunurdu və daha mənim üçün o daha dadlıydı, amma bu da dadı pis deyil. Şokoladın əsas odur ki, şokoladın öz dadı çox dadlıdır. Qızlar, bugün saçımı özüm yudum, özüm ukladka elədim. Məncə belə daha gözəldir. Mən xoşlayıram. Bilirsiniz, çox yapışmasın və çox belə həddən artıq da şişməsin. Belə elədim özümə bugün. Necədir sizin üçün mənim yeni saç düzümüm. İndi isə qızlar, özümə 1 saat verirəm. İndi telefonda göstərəcəm saat neçədir. Saat isə qızlar 14:48-dir. Nuvoşum belə deyək də 10 dəqiqə qalıb 3-ə. 10 dəqiqə 4-ə qalmış. İşlərimi bitirməliyəm. Və bugün nə etmək istəyirəm? Bugün yaz qabağı Novruz bayramı gəlir və mən Novruz bayramı gəlir, oradan ışıq düşür, demək üçün çəkmək olmur və mən istəyirəm ki, evdə hər şey biraz yığış eləyim. Buranı görsəz, emilliyib görürsünüz. Bütün ləkədir, bunu silmək lazımdır. Buralarda da əl ləkələri var, görürsünüz yəqin. Şimdi burada biraz general və ən əsası sizə göstərir mənim şüşələrimi, pəncərələrimi, daha doğrusu pəncərələrim də çirklidir. Pəncərələrim də çirklidir qızlar. Bunu görürsünüz. İlk öncə stolun üstündəkiləri yığışdırıram. Emil həmişəki kimi öz maşınlarını qoyub və mənlə yoldaşım da həmişəki kimi öz kitab dəftərlərimizi tökmüşük. Bura bizdə bir gün olmur ki, burada kitab dəftəri olmasın, oyuncaq olmasın. İndi evimizdə yaşayan belə deyim, sakinlərimizin tələbləridir və həmişə bu stolun üstündədir. İndi bunları yığışdıracağım. Süfrəni təzə yumuşdum, ona görə süfrəni də təmiz qalsın deyənə yığışdırıram. Şeylər də elə bil ki, hiss edilir ki, pəncərə açılacaq. Bunlar burada nəfəs ala biləcəklər. Yox, əslində pəncərəni hər gün açırıq. Burası sadəcə olaraq bu boz pişiyimiz çox xoşlayır ki, pəncərədən özünü açsın, belə deyim. Bir dəfə daha 8-ci mərtəbədən düşüb, əvvəllər biz 8-də qalırdıq, kirayə oradan düşmüşdü və güclə onu xilas eləmişdik. Həftələrlə yataq vəziyyətdə qalmışdı, amma buna baxmayaraq qızlar o qədər xoşlayır ki, bu svobodanı, belə deyim, Azərbaycanda yadıma düşmədi və ona görə qızlar həmişə balkon açıldı, pəncərə açıldı, mütləq qaçır. Keçən il onu biraz biz aparmışdıq kəndə, çox xoşuna gəlmişdi. İnşallah bu yayda da aparacağım ki, biraz orada hava alsın, nəfəs alsın, gəzsin özü üçün, keyf çəksin. Çünki sarı pişiyimizi də aparmışdıq. Sarı pişiyimiz inanılmazsız pəncərəndə alt evdə, rayonda, kənddə necə oturmuşdu, evdə qalmışdı. Qorxurdum ki, bir həftəyə orada ayaqları qıc olar, amma heç yerindən tərpənmirdi. Amma boz pişik bütün bizim həyətimizi qrup vururdu. 2-ci mərtəbəyə çıxırdı. Bir sözlə kefdə idi özü üçün orada. Ona görə istəyirəm ki, bu yayda aparım, qoy orada özü üçün təbiətdən zövq alsın. Mən isə artıq pərdələri çıxartdım və başlayacağım indi buradakı tozları götürüm, pəncərələri silim. Burada isə qızlar pəncərələri silmək istəyirəm və biraz qaranlıq düşür, başa düşürəm bunu. Başqa cür kadrı tuta bilmədim. Çünki pəncərə silirəm deyənə buradan premo işıq düşür kameraya, ona görə biraz qaranlıq kimi görünür. Amma biraz istədim sizə çəkim ki, görəsiniz ki, mən silirəm və necə buranı silirəm, onu da görəsiniz. Və üzülü sanki biraz o qədər keyfiyyətli alınmadı bu aranı silməyə. Görürsünüz, bu pişik yenə də bura qalxıb, məndən qabaq pəncərəyə bu çıxıb. Elə bir ki, indi bu siləcək buraları. İnanmazsız tutmasaq, harda quş gördü, nə gördü, onun dalınca oppanır. Elə o vaxtda da quşun dalınca oppanıb getmişdi oradan aşağı. Ona görə heç vaxt heç yeri açıq saxlamırıq. Setka ilə ancaq açıq saxlayırıq. Mən isə silməyə davam edirəm. Belə çubuqla silirəm, belə şvabra ilə. Çünki başqa cür heç cür məndə alınmır. Künclərə əlim çatmır. Elə bununla siləndə də o qədər mükəmməl silinmir qızlar.
Mən isə artıq pərdələri, daha doğrusu bir dənə pərdəni qoydum yumağa və özüm isə keçdim setkanı silməyə. Setkalar bizdə çox tez tozlanır. Ümumiyyətlə məncə Bakıda toz çox var və yayda vəbşə isti olanda toz qalxır. Həmişə mən ayda bir dəfə yuyuram, amma gördüyünüz kimi yenə də setka təmiz olanda xoşlayıram ki, bilirəm ki, təmiz hava ilə nəfəs alırıq, yoxsa bu setkadakılar hamısı gəlir evə nəfəsimizə, ona görə ayda bir dəfə yuyuram. Artıq təmizdir qızlar, baxın. Beləliklə hardasa belə deyim də quru əski ilə yaxşı silmədiyim, rus dilində buna deyirlər razvodlar, ləkələr hardasa bəlkə də qalıb. Sadəcə olaraq bu pəncərə o tərəfə baxır deyənə mən bundan qorxuram. O qədər də özümü görürsüz setkada hələ yaşdı, qoydum bura, orada quruyacaq üstünə. O qədər özümü belə deyim də öldürmürəm, çünki buradan düşmək dəyməz ki, pəncərə tərtəmiz olmaqla. Ona görə hələ ki belə nə vaxtsa robot alsam, o pəncərə par-par parıldayar. Burada isə qızlar başladım bütün tozları silməyə, şüşələri silməyə. Bu kitab şkafını indi silməyəcəm. Biraz üstündən belə tozlarını götürürəm. İçini başqa vaxta qalsın, ayrıca siləcəm. Amma deyim ki, sizə bağlı olduğundan içəri o qədər toz olmur. Mənim bu bağlı şkaflarımın içi demək olar ki, heç toz yoxdur. İldə bir dəfə silsəm belə bəs edir. İndi də baxın silirəm və görürəm ki, içi tozlu deyil, amma üst hissələri daha çox tozlanır. Çünki orada açıq olduğundan toz yığılır və televizoru sildim. Televizor pis gündə idi. Və kanalıma təzə abunə olanlar, məni o qədər yaxşı tanımayanlar üçün deyirəm ki, bəli, bəzi şkaflarımın üstündə çox şeylər var və bunu mən də başa düşürəm. Sadəcə olaraq hələ ki onları belə deyim də aparmağa yerim yoxdur. Keçmiş videolarda göstərmişdim ki, bəzi şkafları, bəzi əşyaları aparmışam, kənddə saxlamışam. Kənd evimiz bizim tikiləndən sonra hamısı ora gedəcək. Burada evin içində də o qədər şey var ki, hansı ki ora gedəcək. Sadəcə səbirli olub biraz gözləyirəm ki, bu arada evi tikib bitirək və orada şərait yaradandan sonra bunları ora aparım. Atmağa həyifim gəlir. Çox bəzi keyfiyyətli şeylər var. Sadəcə olaraq burada işlədə bilmədiyim elə şeylər var ki, onlara heç nə olmayım, amma sadəcə olaraq moddan düşüb şəhər evində istifadə etmək istəmirəm. Belə şeylər çoxdur. Ona görə səbirli olub biraz gözləyirəm ki, o evimiz tikilib qutarandan sonra ora aparım. Bir də ki, qızlar, evimizdə balaca Emil olduğundan ona şərait yaradıram ki, uşaqlığını yaxşı keçirsin və istədiyi qədər oynasın, dadını çıxarsın. Çünki böyüyəndə bunlar olmayacaq və onda evimiz də təmiz olacaq, amma onun bu uşaqlığını qaytara bilməyəcək. Ona görə istədiyi qədər oynasın, töksün. Bunları yığışdırmaq belə bir çətinlik deyil. Kızlar, saat artıq 4'dür. 10 dəqiqə daşı gecikdim. Amma ki, hər şeyi yığışdırdım. Pərdə artıq yuyulub gətirib. İndi bunu sərmək lazımdır. Bir dənə pərdə hələ yerdədir. Onu götürmək lazımdır. Və mənə qaldı bir dənə bu qabları yuyum. Bir də yerdəkini silim. Pərdələr isə özləri yuyulub
Bitəndən sonra gətirib bura sərəcəm, asacam. Все, bu qədər. Bir saata da bu qədər iş gördüm. Bircə bugün çatdırmadığım bu otaqda oldu lüstram. Onu da baxım sabahları vaxt tapacağım. Yeni bir saata özümə işlər hazırlayacağım sabahları və onları da eləyəcəm. Bugünə bu qədər mən hesab edirəm ki, evimə olan borcumu belə deyim, bugün bitirdim. İndi isə qızlar 5 elimdə geçləyib və mən gedirəm Emil üçün. Mən gedirəm Emil üçün rakata, paltara baxmağa, milli geyinməyə. Çünki bağçalarında deməli bayram olacaq, xonça və milli geyim lazımdır. Ona baxacağım və oradan saat 5-də mənim şagirdim var. İş yerimə dəyəcəm. Bugün bir dərsim var. Səhər 1 oldu, indi də bir dənə dərsim var. Bura gedirəm. Sizdə də belədir. Hər bir yerə düşəndə mən zibillə düşürəm. Bura gedirəm qızlar, çünki bağça müəlliməsi. Sizə isə təşəkkürümü bildirmək istəyirəm ki, sonuca mənimlə qaldınız. Abunə olmamışsınızsa mütləq abunə olmağı unutmayın. Gələn görüşlərədək. Tapdım deyəsən. Buranı soruşa gəldim. Mənə dedilər ki, burada baxın nə gözəl düzəldiblər. Aptekada girdim. Albina üçün həkim vitamin D yazmışdı, onu da aldım. İndi gedirəm işə.